Hazırda istənilən mağazada plastik qablarda və ya paketlərdə tərkibində müxtəlif ədviyyatların, ərişdələrin, ət və ət məhsullarının olduğu bildirilən şorbaların satışı həyata keçirilir. Bəzən bəyənildiyindən, bəzən də vaxta qənaət üçün istifadə olunan yarımfabrikat qidalara tələbatsa günbəgün artır. Mənim nəvələrim onu qəşək yeyir. Təbii şeylər üstün yeyirik. Mən onda bir dənə narahatçılıq hiss eləmirəm. Sevmirik, nə də almırıq. Mən alıram uşaqlar üçün. Çox xoşlayırlar. Marketoloqların fikrincə, hazır şorbalara tələbatın çox olma səbəblərindən biri də məhsulun cəlbedici qablaşdırılması, reklamı və ən əsası ucuz olması ilə bağlıdır. Bugün əsasən istifadə olunur qida sənayesində, qida sahəsində əsasən TV reklamlarından, sosial media reklamlarından, influencerlərdən ciddi istifadə olunur. Merchandising birbaşa marketinqə, müştərinin alışına təsir edən vasitələrdən biridir. Vitrində nə qədər yer tutmaq, hansı vitrində yer almaq, bunlar hamısı məhsulun birbaşa alışına təsir edən faktorlardır. Hazırlanması 10-15 dəqiqə çəkən bu şorbaların tərkibinə çox vaxt asılılıq yaratmaq üçün dadlandırıcılar, ətirli kimyəvi maddələr qatılır. Bu da xüsusilə 20-25 yaş arası insanlar tərəfindən gündəlik istehlak edildikdə müəyyən fəsadlarla nəticələnə bilir. Yaxşı olar ki, bu suplardan gündəlik qida kimi istifadə etməsinlər. Ayda ildə bir dəfə az miqdarda istifadə etsələr, bu zaman zərərləri minimuma endirmiş olarlar. Çünki bu sup, hansı ki onun tərkibində istifadə olunan verməşillər, ərişdələr var ki, onlar bir neçə dəfə emal olunur ki, artıq qaynar suda bişirilmədən də şişir və yeməyə hazır hala gəlir. Daha təbii qidaya yaxın göstərmək üçün yanında hər hansı bir göyərtilərdən və yaxud da qurudulmuş ədviyyatlardan istifadə olunan əlavələr kimi də qoyurlar ki, yalnız bunlar heç biri qida dəyərini tam əks etdirmir. Həkimlərin sözlərinə görə bu hazır şorbaların tərkibindəki ədviyyatlar normadan çox olduğuna görə maddədə qıcıqlandırma effekti yaradır. Bu da mədə yarası xəstəliyinə yol açır. Xəstələr şikayət edir, mədəm qıcqırdır, ağızda acılıq, ürək bulanma belə şikayətlər ola bilər. Tez bişən şorbaları biz qəbul etdiyimiz zaman orqanizmdə zülal mübadiləsi pozulur. Bu da maddələr mübadiləsinə təsir edir, qanda insulin səviyyəsini qaldırır və mədaltı vəzin funksiyasını pozur. Həmçinin qablaşdırılmış qidaları alan zaman üzərində olan hazırlanma qaydalarına və istifadə müddətinə diqqət etmək mütləqdir. Yalnız belə olan təqdirdə baş verə biləcək zəhərlənmə hallarından qorunmaq mümkündür. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.